Bütün hər bir xəstələrə müraciət edirəm ki, bu anar doktora müraciət eləsin. Biz Şəmkirdən anar doktora müraciət elədik, gəldik bura. Bugünkü günü şükür çox yaxşıyıq. Özü də bugün yoxlanmaya gəlmişdik, yoxladı, dedi çox yaxşıdır, Allah razı olsun özünə. Kim bu xəstəlikdən əziyyət çəkirsə də anar doktora müraciət eləsin. Yəni bu günlərim çox yaxşı effektiv oldu. Səndə anal darlığı? Bəli, anal darlığı var idi. Bizdə bayıra çıxa bilmirdik, biraz problemimiz vardı. O da anar doktora məsləhət gördülər, gəldik. Bugünkü günü çox yaxşıdır, bir ayımız tamam olubdur. 6 ildir bu problemlə yaşayırdıq. Bayıra çıxmağa biraz problem yaranırdı. Yəni çox çətinliklə? Çox çətinliklə, bəli, əlbəttə ki. O şey demişəm, bayıra gedəndə güclə başımız ağrıyırdı, qarnımızın köp yaranırdı. İndi çox şükür. Allah'ın bir günü. Plastik əməliyyat icra elədi, dəri köçür. Dəri köçürməsi oldu bizdə. Dəri köçürməsi etdim və anal kanalın təzədən bərpasını icra elədi. Yəni demək olar ki, anal kanal səndə yox idi. Onu biz təzədən bərpa elədik. Şükürlər olsun, bugün 25 gün keçirəm. 25 gün keçib. Effekt çox gözəldir. Artıq özün dediyin kimi bayıra da rahat çıxırsan. Rahat çıxırıq belə ki. Darlıq da aradan götürülüb. Özünü də yaxşı hiss edir. Bəli, əlbəttə, çox yaxşı. Sən tövsiyə edirsən. Bütün xəstələrə, bu xəstələrdən əziyyət çəkənlərə xahiş edirəm ki, anar doktora müraciət etsinlər. Başqa dövlətlərə getməyə dəymir. Bakıda deyil anar doktor, mütəxəssislərə getsinlər. Mütəxəssislərə getsinlər. Hər sahənin şükürlər olsun ki, mütəxəssisi var. Yəni bu sahə ilə də məşğul olan proktologlardır. Əgər yoğun bağırsaq, düz bağırsaq problemləri olarsa, yaxşı olar insanlar vaxtında proktologlara müraciət etsin. Allah şəfanı versin. Allah canı sağ olasın. Çox sağ olun. Minnətdarım. Sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.